Salam kanal izləyiciləri, bugün sizlərlə yenə də bir neçə sual izahını bölüşəcəm bu videoda. Deməli, belə bir sualımız var ki, sual bənd-bənddir, indi mən buradan yazacağım. Deyir ki, 0, 1, 2, 3, 4 çoxluğun elementlərinin köməyi ilə 3 rəqəmli. Birinci bənddə deyir ki, rəqəmləri fərqli neçə ədəd yazılar. Yəni, söhbət 3 rəqəmli ədəddən gedir. Neçə ədəd yazılar. Gəlin baxaq. Bax, birinci onu bilməliyik ki, yazılar. Əgər bizə 5 dənə ədəd vermişsə və içərisində 0 da daxildirsə, 3 rəqəmli ədəd yazmağımızı istəyirsə, burada bizə şərt vermir A bəndindəki cüt ədəd olsun, tək ədəd olsun. Sadəcə deyir, rəqəmləri fərqli olsun. İndi baxın. Bizim burada 5 dənə rəqəmdən önə sadəcə mən 4-ünü yaza bilərəm. Çünki ön rəqəm 0 olarsa o 3 rəqəmli ədəd olmaz. 4 şansım var. Vurulsun. İndi baxın, rəqəmləri fərqli deyir. Siz təsəvvür edin, 5 dənə rəqəmdən birini gətirdiniz, buraya yazdınız. 0 yazmamaq şərti ilə. Neçə dənə rəqəm qaldı? Yenə 4 rəqəm qaldı. Hə, indi birini də istifadə ediniz. 5 dənədən birini istifadə edərsək, artıq neçə dənəsi qalacaq? 4, 4, 3 dənəsi qalacaq. Bu da qalacaq 16, 48. Bax, bu birinci bəndi. Deməli, rəqəmləri fərqli. Neçə 3 rəqəmli ədəd yazmaq olar? 48 dənə. B bəndində nə deyir? Deyir, neçə cüt ədəd yazılar. Yəni, söhbət 3 rəqəmli cüt ədədlərdən gedir. Neçə cüt ədəd yazılar. Baxın, gəlin bu suala cavab verək. Xətti çəkdim, 3 xətti. Təbii ki, hamısında, bütün bəndlərdə 3 rəqəmli ədədlər düzəldirik, onu nəzərə alın. İndi baxın, burada deyir ki, neçə cüt ədəd? Cüt ədəd olmaq üçün sonuna 2, 4 və yaxud bir də 0 yaza bilərsiniz. İndi burada rəqəm fərqliyi demədiyi üçün son rəqəmin 0, 2, 4, 3 dənə şansı var. Bunu yazdıq. İndi bunun 3 dənə şansı var, 0, 2, 4 yaza bilərsiniz. Yaxşı, bunlardan birini yazdınız. Artıq burada təkrarlama prosesi olacağı üçün bura istədiyiniz ədədləri yaza bilərsiniz o 5 ədəddən. Sadəcə önə 0 gələ bilməz. Ona görə önün 4 dənə şansı var. Buraya isə yenə 5 şansı var. 4, 5-ini 20, 20-ni də 3-ə vuranda 60. Deməli, neçə fərqli, neçə cüt ədəd yazılar deyəndə 60 cavabını görəcəyik. C variantı. Bəs soruşsa ki, bizdən rəqəmləri fərqli neçə cüt ədəd. Baxın, gəlin bunların arasındakı fərqi görək. İndi deyirəm ki, rəqəmləri fərqli neçə cüt ədəd yazılar. Neçə cüt ədəd yazılar. Baxın, bəs burada necə olacaq? Deməli, rəqəmləri fərqli neçə cüt deyirsə, yenə də 3 xətti çəkdik. Baxın, rəqəm, burada yuxarıda rəqəmlərinin fərqli olduğu şərtə vermirdi. Mən rahat bütün rəqəmlərdən istifadə edim. Amma burada, əgər rəqəmləri fərqli deyirsə,